qaz qarışığı. Qaz qarışığında nə var bizdə? Hamı baxsın. CO var, azot var, karbon qazı. M mol. Bura M molda gəliblər oksigen, alınıb oksigen, N2, CO2. Uşaqlar, buna necə çevrilib ki? Burada CO var. CO belə çıxır ki, oksigenlə nə edib? Reaksiyaya girib, CO2-yə çevrilir. Bu oksigen bura hardan gəlib? Belə çıxır ki, buradakı oksigendən nə edib uşaqlar? Artıq qalıb. Bu azot da buradakı azotdur gəlib. Bura qədər çətinliyiniz var bu sxemdə. Bu görüntü olaraq burada bunu hissəni başa düşə bildiniz, analiz edə bildiniz yoxsa? İndi mən bilirəmmi başlanğıcda nə qədər CO, nə qədər azot, nə qədər karbon qazı var? Bilmirəm, amma üçü bir yerdə M mol. Uşaqlar bizə deyir ki, yuxarıda göstərilən sxemə əsasən orta molyar kütləsi, yəni M ortası 36 olan qaz qarışığı oksigenlə yanma reaksiyasının sonunda. İndi mən sizə bir şey deyim. Qaz qarışığı başlanğıcda CO-dur, azotdur, CO2-dir. M orta verilib 32. Mən sizə demişdim, M orta 36. M orta bizdə olanda biz nədən istifadə edə bilərik? Kaç üsulundan? Yadınızdadır, kaç üsulundan? Kaç üsulundan? Kaç üsulundan istifadə edərik? Deməli, CO 28-dir, azot 28-dir, karbon qazı 44. 3 qaz var. Normalda burada 2 dənəsini yazıb baxın. 28 ilə 44 işlədir. Bəli, amma burada fikir verin, ikisi də bir-birinə bərabərdir. İkisi də bir-birinə bərabərdirsə, onda bir dənəsi üçün yazılan elə kifayət eləyər. Bir dənəsi. İkisi bir-birinə bərabərdir, emirlər. Buraya yazıram 28, var. Buraya yazıram 44. Çünki CO və ya azot 28-dir, karbon qazı 44. Çarpaz formada böyükdən kiçiyin çıxıram. 8, 8. Başa düşürsünüz? Bununla bu gedir 1, 1. Burada 1-in 1-ə. Belə çıxır ki, 28 olanla 44 olan, yəni karbon qazı ilə CO və azot bir-birinə bərabərdir, nisbət ki. Uşaqlar, bu M moldur. Onda bərabərdirsə, N-i 2 hissəyə bölsəm nə qədər eləyər? 0,5-dən 0,5. Bax, karbon qazı 0,5-indir. Diqqətlə məni izləyin. CO ilə azot da ikisi bir yerdə nə qədərdir? 0,5. Məsələ bura qədər aydın olub, yoxsa? Diqqətlə baxın. Sualı bura qədər. CO2-ni niyə böldük? Bir də de. CO2-ni niyə böldük? CO2-ni niyə böldük? CO2 bax... Yəni, ona niyə 0,5 yazdıq? Başlanğıcda M oldu. Biz xaçdan istifadə elədik. CO ilə azotu bir qəbul elədik. Başa düşdüm, mən başa düşdüm. Ay sağ ol. Bura qədər aydındır uşaqlar. Amma başa düşür bura qədər. Faiq başa düşə bilir bunları. Faiq mən niyə belə yazdım? Bir dənə fikir bildir Faiq. Niyə belə yazdım? Uşaqlar baxın bir dənə. Görün bura qədər anlayıbsınız niyə belə yazdım. Anlayıbsınızsa davam edin. Deyir qaz qarışığının oksigenlə reaksiyası. Uşaqlar CO2 oksigenlə reaksiyaya girər burada. CO2 oksigenlə girər reaksiyaya. Xeyr. Azotla CO oksigenlə girər. Amma bir şey bilməlisiniz ki, azot oksigenlə biz belə reaksiya var da azotu yandırırdıq. Yoxsa azot bəli şimşək çaxanda girirdi reaksiya, yanmır. CO yandı. Eyni zamanda buradan da onu görə bilərsiniz də azot gəlib bura. Bax, azot girməyib, istifadə olunmuyor. Bir də yadda saxlayın, azot yandırmır. O şimşək çaxanda. CO yanır. CO ilə oksigeni reaksiyaya salıram. CO üzərinə oksigen alınır CO2. Əmsallaşdırıram. 2 bura, 2 bura. Uşaqlar, fikir verin. Başlanğıc qarışığımız M oldu. Reaksiyadan sonra nə qədər olub? 2M-5. Başlanğıc qarışığımız əslində M mol. M molda oksigen gəlibsə, gərək başlanğıc qarışığımız nə qədər olaydı? M bu da N. Nə qədər eləyir? 2N. 2N. Amma olub 2M-0,5. Burada nə qədər azalma baş verir uşaqlar? 0,5. 0,5. Mən azalma ilə işləyəcəm. Və bir də görürəm ki, karbon qazı reaksiyaya tam girib. Deyirsiniz ki, müəllim, hardan bilirsiniz? Karbon qazı yox, üzr istəyirəm, CO, dəm qazı. Hardan bilirəm? CO burada var da, bu hissədə CO yoxdur ki, deməli CO nə olubsa burada istifadə olunur. İndi azalma ilə işləyəcəm. Diqqətlə qulaq asın. Baxın, 2 mol CO, 1 mol oksigen nə qədər edir? 3 mol. Nə qədər karbon qazı alınır? 2 mol. 3-dən 2-yə gələndə nə qədər burada azalma görürsünüz? 1 mol azalma var da, düzdür? 1 mol azalma. Uşaqlar, 2 mol CO reaksiyaya girəndə nə qədər azalma olur? 1 azalma. Məsələnin şərtində bizdə azalma nə qədərdir?
2n olub 2n minus 0,5. Nə qədər azalma olub? 0,5 azalma. 0,5. 0,5 azalma olanda nə qədər CO reaksiya edirlər, onu tap. 1. 1 mol. Bu edir 1 mol. Deməli, mən buradan müəyyən elədim ki, CO bu qarışıqda neçə mol imiş? CO bu qarışıqda 1 mol imiş. 1 mol. Fikrimi çatdıra bilirəm, yoxsa? Onda CO ilə azot 0,5 n idi axı uşaqlar. CO 1 moldursa, onda azota nə qədər düşər? 0,5 n çıx 1. Baxın bura qədər. Hələ heç nə edə bilməmişik ya. Sadəcə məsələni işləyirik, bu hissələrinə gəlirik. Cavaba çatmağa doğru gedirik. Görün bura qədər anlamısınız yoxsa? Baxın. Eləyə bilərik. N 0,5-in üstə gəl 1 bərabərdir n yazsaq. Darıxmayın. Bura qədər yazdım, bura qədər bu hissəni başa düşmüsünüz yoxsa? Bir dənə baxın. Əgər bunlar aydın olubsa, mən indi bunu silib səliqəli şəkildə orada öz qeydlərimi aparım. Baxın bir dənə. Bura qədər hamı başa düşüb. Amerlan anlaya bilirsən bura qədər? Bəli, müəllim. Bunları tapdıq, artıq mən özümdə qeyd edə bilərəm ki, deməli, bizdə CO ilkin qarışıqda 0,5 n minus 1 imiş. Azot, üzr istəyirəm, CO nə qədər idi? 1 idi, 1 mol CO idi. CO 1 mol imiş. Azot 0,5 n minus 1 imiş. Karbon qazı da 0,5 n imiş. Bunlar bizdə başlanğıc. En üstü olur. Başlanğıc. Son qarışığımız nə qədər olub, bu qədər olub. Son qarışıqda. İndi mən sizə bir söz deyim uşaqlar. Dedik ki, reaksiya belə getdi də. CO üzərinə O2, 2CO2. Dedik ki, CO 1 mol imiş hesabla. Onda CO 1 mol girəndə oksigendən neçə mol girir? 1 mol CO-ya oksigen nə qədər girir? 0,5. Oksigen də məsələnin şərtində nə qədərdir? M mol verildi baxın bizə. Onda 0,5 molu girdisə reaksiyaya, oksigendən sonda nə qədər qalacaq? 0,5-i giribsə nə qədər qalıb? 0,5. N çıxılsın 0,5. Azot ilə nə olubsa olduğu kimi qalıb. Yəni 0,5 N minus 1. Uşaqlar, indi burada 1 mol CO reaksiyaya girdi. Onda CO-nun reaksiyaya girən molu alınan CO2-nin moluna bərabərdir. Onda CO2 1-in 1-ə, 2-nin 2-yə disə CO2-dən nə qədər əmələ gələr? 1 mol CO girəndə 1 mol da CO2. Sonda və bura əvvəlki qarışıq. Burada son qarışıqdır. Sonu da burada sizin üçün göstərirəm. Son qarışıqda oksigen var. N-0,5. Son qarışıqda azot var. 0,5 N-1. CO2 nə qədər var idi birinci qarışıqda? 0,5 N var idi. Buradan da 1 mol əmələ gəldi. Nə qədər oldu CO2? 0,5 N-1. Həqiqətən də bunları biz toplasaq eləyər 2 minus. Bu əvvəl, bu sonraki. Baxın, bu hissəni anlamısınızsa davam edin. Əvvəlki qarışığımızda rəqəm miqdar belədir, son qarışığımızda belədir. Baxın bir dənə. Hamı tam başa düşə bilir uşaqlar. Hamı tam anlayıb yoxsa yox. Baxın bir dənə. Şey məsələ. Bura qədər anlamısınız siz? Qarşılıqlı, amma Bir də de. biraz qarışıq məsələdir, müəllim. Çətindir. Təbii ki, çətindir. İmtahanda orada nə bilim, Çox vaxt aparardı bu. Çox vaxt aparandı. Çox pis savublar. Çox vaxt aparandı. Orada elə müəllimlər nə qədər biz onda ya tapanda nə qədər. İndi mən bunu artıq öyrəşmişəm deyə belə tez yazdım. Birinci baxanda çox yorucu məsələdir. Çox yorucudur. Şagird üçün yorucudur. Amma bizim Hələ onun verdiyi şeydən çıxınca, yəni şərtdən çıxınca. Amma onu suallara vaxt qaldı. Amma məndə keçən il tibbə girən uşaq var idi, hamısı qəşəng yazmışdı. Onun riyaziyyatı yaxşı idi, güclü idi, qəşəng yazmışdı. Bunları yazdıq uşaqlar, tapdıq. İndi davam edək. Görək nə deyir? Deyir ki, sonunda T1 anında alınan yeni qaz qarışığı içərisində, alınan yeni qaz qarışığı, yəni əvvəlki qaz qarışığı budur, yeni qaz qarışığı budur, yəni sonraki qaz qarışığı. İçərisində artıq miqdarda əhəng suyu olan qabdan buraxdılar. Əhəng suyu deyəndə tərkibi nədir əhəng suyunun? Bilirsiniz. Əhəng suyu, kalsium H2. Bir qarışıqda qazlardan biri əhəng suyu ilə reaksiyaya tam daxil olur. Sizcə burada əhəng suyu ilə reaksiyaya girən hansı olacaq uşaq? CO2. Bəli, bu əhəng suyu ilə girdi. Bunu belə
Burada işarələyirəm. Əhəng suyu ilə bir tam girdi. Baba, bu əhəng suyu ilə girdi. Onda bu qalmaz. Bu əhəng suyu ilə girdi, getdi. Nə qaldı? Oksigenlə azot. Prosesin sonunda deyir, reaksiyaya daxil olmayan N+2,5 mol qaz qarışığı qabdan çıxdı. Reaksiyaya daxil olmayan qazlar hansılar idi uşaqlar? Oksigenlə azot. Oksigenin molu nə qədərdir? N-0,5. Burada qeyd eləmişəm. Azotun molu nə qədərdir? 0,5N-1. Bir o neçə mol olub? N+2,5. Bunu bərabər edirəm N+2,5. Bu riyaziyyatdan N-i tapıram. Deməli, Dəqiqə, mən burada əhəng suyu ilə reaksiyaya girməyən dedi də, hə? deyir prosesin sonunda reaksiyaya daxil olmayan bu qədər mol qaz qarışığı qabdan çıxır. Əhəng suyu ilə karbon qazı girdi, girməyən azotla oksigen. Onların cəmini bərabər elədim N+2,5. Bu da eləyir 1,5N-1,5 bərabərdir N+2,5. Eləyir 0,5N bərabərdir 4-ə. N bərabərdir 8-ə. Bizdən N istəyir birincidə. N-i tap, N-i tapdım 8. N-i 8 tapdımsa, onda bizə deyir N-i tap. Digərləri də nə istəyir? Tapmaq var. Və ilkin qaz qarışığında CO-nun mol payıdır. İlkin qaz qarışığı 8 mol idi uşaq. Yazıram 8. CO-nu ilə bayaq tapmışdıq. Burada da göstərmişəm. İlkin qaz qarışığında CO neçə moldur? 1 mol. 1/8 vur 100%. Bu da eləyir 8-də 1. 4-də 1 25-dir. 25-in yarısı 12,5. 13. Bəli. 12,5. Situasiyanı artıq 28-ci situasiyanı həll elədik. Əslində çətin. Baxın bir dənə. Əslində çətindir. Bunu tapdıq. Keçək ikincisinə. Deyir, cavab vərəqində CO2-nin və N2-nin mol miqdarının zamandan asılı qrafikini qur. Məncə N2-ni tapaq cavab vərəqində. N2 nə qədərdir? N-in yerinə 0,5 qoyanda N2 nə qədər edir? 0,5-i 8-ə vuranda 4, 4-dən də N2 bu qədərdir də, biz də görürsünüz. 0,5-i 8-ə vuranda 4, 4-dən 1 çıxanda 3. 3 mol azotdur. Azot elə sabit, konstant kimi qrafiki çəkəcəm. Niyə? Çünki azot reaksiyaya girmədən istifadə olunmaz. Belə çəkəcəm onun qrafikini də belə. Azotun qrafikini bu şəkildə çəkəcəm. Azotun mol sayını zamandan deyir də, burada zaman yazacaq. Sabit dəyişmir. CO2-nin mol sayını deyir bir də. CO2 əvvəl nə qədər var idi bizdə uşaqlar? Əvvəl 0,5 N idi. N-i biz neçə almışdıq? N-i neçə almışdıq biz? 8. 0,5 N-i 8-ə vuranda nə qədər edir? 4. Əvvəl 4 idi. 5-ə gedib. Bəli. Sonra elə bir ki 1 molda əmələ gəldi də, o bayaq hesablamışdıq reaksiyada. Və ya burada da görürsünüz. 0,5N+1. 0,5 vurur 4 üstə gəl. 0,5 vurur 8 üstə gəlir 5. Elə bir ki 4-dən 5-ə gəlir. Belə bir şey. Başa düşürsünüz. Bunu da yazdım. Artıq N-i tapandan sonra söhbət rahatdır, məsələ rahat olur. Əsas çətin məsələ N-i tapmaqdır. Sonra nə deyir sizə? Deyir ki, diqqətlə qulaq asın. Bizə deyir, deməli, H2 anında əhəng suyu olan qabda alınan çöküntünün kütləsini qramla, H2 anında əhəng suyu olan qabda, bəli, kalsium OH2-ni, karbon qazı ilə reaksiyası alınır, bilirik, kalsium karbonat çöküntüsü. Üzərinə gəl su, 1-in 1-ə getir reaksiya. Alınan çöküntünün kütləsini. İndi burada bilməliyəm ki, nə qədər karbon qazı var idi. Bu hamısı girmişdi reaksiya. 0,5N+1, 0,5 mol idi də, hə. 5 moldur. 1 moldan 1, 5 moldan 5 mol çöküntü. 100-sə 5. 5-i vururam 100-ə, hə, 500 qram. Və bu qabdan çıxan qaz qarışığının ümumi kütləsi. Qabdan çıxan qazlar hansılar idi? Azotla oksigendir. Azot dedik neçə moldur? 3 mol azot çıxdı qabdan. Oksigen də N-i neçə tapmışıq? 8. 8 7,5 də oksigen. Bunları da qramla istəyir. 3 vur 28, azot 28-dir. 7,5 vur 32. 3 dənə 28, 84. 7,5-i 32-yə vuranda nə qədər edir? 7 dənə 32. Nə qədər? 240. Bunları da toplayanda incə nə qədər edir? 324. 324. Qəşəng situasiya. Baxın. Amma baxsın. Əsas N-i tapmaq